Abdullah bin Məsud radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum ki, hansı əməl Allaha daha sevimlidir? O da buyurur ki, əs-salatu alə vaxtihə, vaxtında qılınan namaz. Dedim ki, sonra hansı? Deyir ki, valideynlərə yaxşılıq etmək. Sonra soruşdum ki, sonra hansı? Dedi ki, Allah yolunda cihad etmək. Deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm bunları mənə danışdı. Əgər mən ondan artığını tələb etsəydim, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə artırardı. Hədisi Buxari və Müslim rəvayət edir. Burada da sahabilərin, yəni əməllərin hansı daha fəzilətlidir, hansı əməl daha önə keçir, onu öyrənməkləri barəsində hərisliyinə dəlalət edən hədisdir bu. Onlar Allahın məhəbbətini qazanmağa həris idilər. Və istəyirdilər ki, bilsinlər ki, hansı əməl Allaha daha sevimlidir. Bu da onların həmin o xeyri və ən Allaha sevimli olan, ən fəzilətli olan əməllərə olan, istəməkdə olan şiddətlərindən idi ki, onlar bunu öyrənmək istəyirdilər ki, hansı əməllər Allaha daha çox sevimlidir ki, həmin əməlləri etsinlər ki, hətta bununla Allahın məhəbbətini qazansınlar.